Gizir xanıya şəhidlik statusu verildi. Minaya düşərək həlak olan Gizir xanıya şəhidlik statusu verilib. Gözaltı Dafqazinfoya istinadən xəbər verir ki, sentyabrın 23-ü Ağdamın Mirəşəlli kəndi ərazisində minaya düşərək həlak olan Gizir xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Səyyaf Əhmədovun ailəsi və yaxınları məlumatı saytımıza təsdiqləyib. Qeyd edək ki, Səyyaf Əhmədov uzun müddət Azərbaycan Respublikasının silahlı qüvvələri sıralarında xidmət edib. 44 günlük vətən müharibəsində də könüllü olaraq döyüşüb. Məlumatla bağlı Ağdam rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin sentyabrında ermənilər tərəfindən bastırılmış minanın partlaması nəticəsində həlak olmuş Əhmədov Səyyaf Fiqan oğluna mülki şəhid statusunun verilməsi barədə Ağdam rayon icra hakimiyyətinin başçısı tərəfindən sərəncam verilib. Sərəncamla mərhumun həyat yoldaşı və övladları şəhid ailəsinin üzvü qismində tanınıblar. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.